Dostlar, hamıya salam. Coolers Madridistas kanalına xoş gəlmisiniz. Mən Fuad, növbəti çıxışımla qarşınızdayam. Bu həftə çox möhtəşəm oyunlar oldu. Həm Barselona, həm Real Madrid tərəfindən, həm La Ligada, həm Çempionlar Liqasında gözlədiyimiz Çempionlar Liqası qayıtdı və möhtəşəm oyunlar oldu. Nəinki Barselona və Real Madridin oyunları, həm də digər klubların da möhtəşəm çıxışlarını biz gördük. Amma biz sırf olaraq Barselona və Real Madriddən danışacağıq. Düzün desəm, La Liga oyunlarına bir o qədər də köklənmək istəmirəm. Əsas gücü, əsas fokusu Çempionlar Liqası oyunlarına yükləyəcəm. Çünki o oyunlar daha maraqlı oldu və daha prinsipial oldu. Belə, amma ilk olaraq La Ligadan başlayaq. La Liganın 26-cı turu çərçivəsində Barselona evdə Real Sociedadı qəbul edirdi. Real Madrid isə Real Betis səfərinə yollanmışdı. Və belə deyim, turnir cədvəli cəhətdən çox vacib bir oyunlar idi hər iki komanda üçün. Daha doğrusu hər üç komanda üçün. Çünki Barselona və Real Madriddən əlavə olaraq Atletico Madrid də hələ ki yarışdadır və təslim olmayıb və təslim olmaq da istəmir. Ona görə də çox möhtəşəm oyunlar oldu. İlk oyunumuz Real Betis Real Madrid oyunu haqqında məlumat vermək istəyirəm və o oyunun analizini aparmaq istəyirəm. Oyuna baxan izləyicilər hər halda oyunun ilk 15 dəqiqəsində belə bir hisslə qarşılaşdılar ki, yəni Real Madrid bu oyunu birinci hissədə həll edəcək. Çünki Real Madrid çox yüksək templə oyuna başladı və Real Betisə öz gücünü göstərdi. Və Realın hücum xətti çox aktiv idi, başda Mbappé olmaqla. Amma hansısa məqamdan sonra işlər bir o qədər də yaxşı getmədi. Bəli, Real Madrid erkən qol vurdu və bu qolun sayəsində komanda biraz arxayınlaşdı və özünə inandı ki, yəni bu oyunu gözəl nəticə ilə bitirə bilər, amma belə olmadı. Və oyunun qırılma nöqtəsi sırf olaraq Real Betisin hesabı bərabərləşdirməsindən sonra oldu. Real Betis bərabərlik qolunu vurandan sonra oyun 180 dərəcə dəyişdi. 180 dərəcə dəyişdi. Demək olar, Real Betis hesabı bərabərləşdirəndən sonra düz oyunun axırına kimi Betis oyunda dominant futbol oynadı və Real Madridə demək olar ki, heç bir böyük bir şans vermədi. Mbappé ikinci hissə demək olar yox idi. Vinicius nəsə eləmək istəyirdi, amma bir o qədər də effektiv deyildi. Sadəcə olaraq necə deyim, biraz boş-boş driblinglərlə məşğul idi. Mbappénin ayağında top ümumiyyətlə dayanmırdı və Real ikinci hissədə bir o qədər də effektiv ola bilmədi. Mən sırf olaraq Betis haqqında danışmaq istəyirəm. Bu komanda Barselona və Real Madridə qarşı evdə oynayanda çox böyük bir motivasiya ilə oynayır. Çox böyük bir əzmlə oynayır. Yadınızdadırsa, Real Betis Barselona ilə oynayanda hesab 2-2 olmuşdu və Barselona orada vacib 2 xal itirmişdi. Bu səfər isə Real Madriddən vacib 3 xal aldılar. Və Real Betis çox möhtəşəm bir futbol oynayırdı. Ayrıca olaraq Real Betisin heyətində Isconu qeyd etmək istəyirəm, Cardozonu qeyd etmək istəyirəm və müdafiədə Bartranı qeyd etmək istəyirəm. Çox möhtəşəm bir oyun keçirdilər. Bəlkə karyeralarının ən gözəl oyunlarından birini keçirdilər. Isco, bu adam haqqında məncə kitab yazmaq olar. Bu adam haqqında bəlkə necə deyim, dastan yazmaq olar. Yəni ən sevdiyim yarım müdafiəçilərdən biridir. Baxmayaraq ki, Real Madriddə oynayıb və həmişə arzulamışdım ki, mən Isco nə vaxtsa Barselonaya transfer olar və Barsanın heyətində onu görərik, Barsa formasında onu görərik. Amma Real Madrid sevgisinə görə, Real Madrid azarkeşi olduğuna görə o vaxtı ikən Barselona yox demişdi və Real Madridə transfer olmuşdu. Və bu gün Real Madridi elə Realın öz silahı ilə vurdular və möhtəşəm qələbə qazandı Betis və Real Madrid çempionluq yarışında çox böyük zərbə aldı. Bunu deyə bilərəm. Amma məncə elə heç nə bitməyib və hələ hər şey qarşıdadır. Okey, keçək Barcelona Real Sociedad oyununa. Düzün desəm, bu oyun haqqında çox danışmaq istəmirəm. Bu oyun haqqında danışılacaq bir o qədər də önəmli bir şeylər yoxdur. Hər halda özünüz də oyuna baxmısınız. Bəli, Barcelona oyuna bir o qədər də yaxşı başlamamışdı. Gəlin açıq danışaq. Və oyunun ilk 15 dəqiqəsində Real Sociedad çox yüksək pressinglə Barcelonanı öz cərimə meydançasında qarşılayırdı və onun Barcelonanın hücum qurmasına imkan vermirdi. Və Barcelona bir o qədər də yüksək təhlükə yarada biləcək epizodları yox idi.
və komanda bir o qədər də yaxşı oynamırdı. Ta ki Real Sociedadın oyunçusu qırmızı vərəqə alana kimi. Bəli, Real Sociedad azlıqda qalandan sonra oyun tam olaraq dəyişdi və Real Sociedad artıq olaraq məğlubiyyəti qəbullandı. Bu qədər sadə. Bu qədər sadə. Və Barcelona bu şansdan istifadə edərək Real Sociedadı maksimum dərəcədə qapıya sıxışdırdı və bu hesab 4-0-lıq hesab hətta 8-0-a qədər bəlkə qalxa bilərdi. Yəni ən azı 6-0, 7-0 ola bilərdi. Çünki Barcelona Real Sociedada nəfəs almağa imkan vermirdi. Nəfəs almağa imkan vermirdi. Qoymurdu tərpənsin. Yəni bir anlıq mən bir Barça azarkeş olaraq oyundan sıxıldım. Yaxşı mənada oyundan sıxıldım. Çünki heç bir belə necə deyim, əzm görmədim Real Sociedadda, bir necə deyim, güc hiss eləmədim. Çox aciz idi Real Sociedad. Və bu sırf olaraq qırmızı vərəqəlik də bir şey deyil. Bəli, qırmızı vərəqə çox böyük rol oynadı. Barcelonaya qarşı Manjoikdə 10 nəfərlə oynamaq hər komandanın necə deyim, işi deyil. Yəni hər komandanın başı üçün deyil belə desək. Və Barcelona bu qələbə sayəsində La Ligada birinci yerə çıxdı. La Ligada artıq şəriksiz liderdir. 26 turdan sonra Barcelona'nın 57 xalı var. Ondan bir xal geri qalan Atletico Madrid ikinci yerdədir və Real Madrid isə 54 xallı 3-cü yerdə qərarlaşıb. Amma yenə də təkrar edirəm dostlar, hələ heç nə bəlli deyil. Hələ oynanlası yetərincə oyunlar var və çox şeylər dəyişə bilər. Çünki 2 ay əvvəl turnir cədvəli tam fərqli idi. İndi isə tam fərqlidir. Hamı artıq Real Madridi çempion eləmişdi. Belə deyim, çempionat başlayanda hamı Barcelona'nı çempion elədi. Dekabr ayında, yanvar ayında hamı Real Madridi çempion elədi. Fevral ayının əvvəllərində hamı Atletico'nu çempion elədi. İndi mart ayındayıq və yenidən Barcelona'nı hamı çempion eləyir. Amma hələ sonu bəlli deyil, sonu bilinmir nə olacaq. Hələ qarşıda çoxlu oyunlar var. Həm Barcelona'nın, həm Real Madridin, həm Atletico'nun çətin oyunları var. Və məncə hələ heç nə deyə bilmərik. Amma məncə hal-hazırda Barcelona'nın fiziki formasını nəzərə alsaq, Barça az da olsa favoritdir La Ligada. Çünki Barça möhtəşəm formadadır. Yəni sırf olaraq oyun cəhəti demirəm. Oyun cəhətdən onsuz da komanda ideal oynayırdı. Amma fiziki güc baxımından oyunçular elə bil yorulmurlar. Oyunçuları Flick o dərəcədə hazırlaşdırıb ki, komanda yorulmaq bilmir. Sadəcə olaraq möhtəşəm işlər görür Flick. Yenə də Flickə təşəkkür edirik. Belə dostlar, La Liga haqqında danışdıq. Bir o qədər də La Ligaya köklənmək istəmirəm. Keçək əsas məsələyə, Çempionlar Liqası. Çempionlar Liqasında bildiyiniz kimi Madrid derbisi və Benfica Barcelona oyunları var idi. Birinci olaraq Madrid derbisindən başlamaq istəyirəm. Real Madrid, Atletico Madrid. İlk oyun Santiago Bernabeu'da keçirilirdi və bu nəzərdən, bu məntiqlə Atletico üçün daha uyğun bir necə deyim, bir püşqatma alınmışdı. Çünki ikinci oyunu öz evində oynamaq daha uyğundur, nəinki birinci oyunu. Və belə deyim, Real Madrid çox erkən gol vurdu. Valverde sadəcə olaraq möhtəşəm. Valverde sadəcə olaraq super. Yəni adam zədəli halda, tam olaraq oyuna hazır olmadığı halda, yəni hər halda bilirsiniz ki, yəni Valverde o qədər də tam olaraq oyuna hazır deyildi. Valverde'nin zədəsi var idi və Betis'lə oyunu buraxmışdı. Nəinki o, Betis'lə oyunu Jude Bellingham belə buraxmışdı. Mən bayaq onu qeyd etmədim. Bəli, Real Madridin Betis'ə qarşı məğlubiyyətində elə ən böyük necə deyim, problemlərdən biri də Jude Bellingham və Valverde'nin yoxluğu idi. Özünü göstərdi. Bəli, Atletico Madridlə oyuna qaydaq. Bəli, bu oyunda da Jude Bellingham yox idi, amma düzün desəm Real Madrid bir o qədər də onu hiss elətdirmədi. Valverde sadəcə olaraq möhtəşəm ötürməklə Rodrigo'nu demək olar Xavi qalanın qarşısında, yəni təkbətək mübarizəyə soxdu. Yəni Xavi qalan isə bilirik ki, hal-hazırda mənə görə dünyanın ən yazıqmı deyim, dünyanın ən bəxtsiz bir müdafiəçisidir. Çünki adam son oyunlarda Rodrigo'dan, 2 dəfə Rodrigo'dan, bir dəfə Yamal'dan əziyyət çəkib. Yəni doğrudan da onun başında çox böyük oyunlar açdı bu iki oyuncu. Hələ qarşıdan da 3 oyun gözləyir onları. Yamal'a qarşı 2 oyun, Rodrigo'ya qarşı isə 1 oyun.
və Rodrigo möhtəşəm qolla hesabı açdı və mən bundan sonra düşündüm ki, Real Madrid tam başqa cür oynayacaq. Real Madrid məncə sıxmalıdır, sıxacaq və hesabı böyütməyə cəhd edəcək. Amma Real Madrid tam əksinə olaraq oturdu öz qapısına və topu verdi Atleticoya. Bilmirəm indi Atletico burada özünə gəlməyə başladı, yoxsa Real biraz özünü itirməyə başladı. Amma Atletico artıq özünə gəldi. Qoldan sonra Atletico özünə gəldi və Alvarez sadəcə olaraq möhtəşəm qol. Yəni Rodrigo'nun möhtəşəm qoluna Alvarez daha bir möhtəşəm qolla cavab verdi və doğrudan da hal-hazırda dünyanın ən yaxşı hücumçularından biri olduğunu bir daha bizə sübut elədi. Alvarez möhtəşəm forma yığıb və düzün desəm ən sevdiyim oyunçulardan biridir hal-hazırda və mövsümün sonunda mən onu Barselonada görmək istəyərəm və belə bir şayələr yayılıb ki, Barselona Atletico Madridə Alvarez üçün 65 milyon evro üstəgəl Ferran Torresi təklif eləyib. Bilmirəm, məncə Atletico Madrid bu təklifi qəbul etməz, amma məncə qəbul etsə əla olar. Çünki Barsa üçün çox möhtəşəm bir transfer olar, Alvarez transferi. Bəli, Alvarez hesabı bərabərləşdirəndən sonra mən dedim Atletico biraz da ürəklə daha həvəslə oynayar, amma Atletico söndü. Atletico söndü və mən oyundan əvvəl demişdim ki, canlı yayımlara da demişdim ki, Atletico bu oyuna ən azı bir top məğlubiyyətlə razıdır. Yəni Atletico üçün bu oyunda bir top fərqi ilə məğlub olmaq onlara uyğun idi. Çünki onlar oyunun taleyini Metropolitanoda həll etmək istəyəcəklər. Və belə də oldu. Onlar bir topla uduzdular. Heç-heçə olsaydı, bərabərlik olsaydı, bəli Atletico üçün bu super olardı. Amma bir top fərqi ilə məğlub olmaq da Atleticoya bir o qədər də problem yaşatmır. Yəni onlar buna hazır idilər. Yəni Simeone bunu artıq öncədən görmüşdü. Və ikinci hissədə mən ümumiyyətlə Atletico Madridi meydanda görmədim. Demirəm, yəni Real Madrid Atletico'nu məhv eləyirdi, topla döyürdü. Yox, elə bir şey yox idi. Sadəcə olaraq Real Madrid də elə bil oyunu yola verirdi. Yəni hal-hazırda görsənilirdi, oradan da görsənir ki, Real Madrid yaxşı formada deyil. Yəni Real Madrid tam əksinə hücum eləyib hesabı daha da artırmalı idi ki, Metropolitanoya daha rahat hesabla getsin. Amma elə bir Real da razılaşmışdı ki, bu hesabla oyun qutarsın. Atletico ümumiyyətlə ikinci hissədə qapıya zərbə belə vura bilmədi. Ümumiyyətlə oyunlara alınmadı ikinci hissə. Griezmann haqqında danışmaq istəyirəm. Griezmann artıq ikinci oyundur ki, Real Madridə qarşı heç nə ilə yadda qala bilmir. Doğrudan da yəni Griezmann Realla oyunlarda bir o qədər də özünü göstərə bilmədi. Son iki oyunu demək istəyirəm ən azından. Belə, mənə görə mənim təxminim gələcək növbəti cavab qarşılaşması haqqında təxminim belədir ki, Real Madrid üçün heç də asan olmayacaq, heç də necə deyim, belə necə başa salım sizə, arxayınçılıqla və rahatlıqla 4-1-ə çıxmasını mən gözləmirəm və məncə Atletico Real Madriddə problem yaşadacaq Metropolitanoda və Atletico yenə də təkrar edirəm, istədiyi hesabla qayıdır öz meydanına, istədiyi hesabla qayıdır. Və Atletico bu hesab qane eləyir. Amma Reala bu qane eləmir. Baxmayaraq ki, Real qalib gəldi. Görək nələr baş verəcək. Mənim təxminim, məncə bu oyun əlavə vaxtlara gedəcək. Mən belə düşünürəm. Bilmirəm sizdə necədir? Öz fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Mənə elə gəlir ki, bu oyun əlavə vaxta gedəcək və məncə hər şey o əlavə vaxta və yaxud penaltilərdə 11 metrlik cərimə zərbələrində həll olunacaq. Bilmirəm, indi siz nə bu haqda düşünürsünüz? Yenə təkrar edirəm, öz fikirlərinizi şərhlərdə bildirə bilərsiniz, suallarınızı bildirə bilərsiniz, məmnuniyyətlə cavab verə bilərəm. Bu haqda danışdıq, yəni Real Atletico oyunu haqqında danışdıq və keçək mənim sevimli Barselonama. Necə deyim, mənim 27 yaşım var dostlar. Bilmirəm, indi bəlkə baxırsınız mənə yaş çox verirsiniz və yaxud az verirsiniz. İndi öz yaş təxminlərinizi də yaza bilərsiniz şərhlərdə, neçə yaş verirsiniz mənə. Amma düzün desəm, bilmirəm, bəlkə 27 yaşdan qoza görsənirəmsə, bunun bir nömrəli səbəbi Barselonadır. Çünki Barselona son illərdə mənim qozalmağıma bir nömrə səbəbkardır. Yəni, doğrudan da Barselona o qədər stres yaşatdı ki, mənə son illərdə. Doğrudan da çox belə əzablar çəkmişik və nəinki mən, ümumən bütün Barselona azarkeşlərinə aiddir bu. Onlar bizim nə yaşadığımızı, bizim nə yaşadığımızı Barselona azarkeşlərindən başqa heç bir klubun azarkeşləri anlaya bilməz. Yəni biz o azarkeşlərik ki, gözümüzün qabağında komandamızı alçaldıblar, amma biz yenə də loqonu öpmüşük. O loqonu öpmüşük və demişik ki, Vissa Barsa, Vissa Kataloniya sona qədər Barselona. Yəni biz komandamızı kuboklara görə sevməmişik. Biz komandamızı özünə görə sevmişik və sevməyə də davam eləyəcəyik və bilirsiniz ki, Barsanın şüarı var, Mesqueen klub.
Yəni bir klubdan daha artıq və bu bir ailədir və biz bu ailənin tərkibindəyik və tərkibində olmağına görə fəxr edirik. Okay, oyun haqqında danışıram. Benfica Barcelona oyunu. Oyundan əvvəl hamı Barcelonanı tam olaraq favorit görürdülər, amma bax nəzərə alsaq ki, liqa mərhələsində Barcelona və Benfica sadəcə olaraq futbol fiyerası yaşatdılar bizə. Sadəcə olaraq bir şou göstərdilər bizim üçün. 4-5 hesablı qalibiyyətlə, bu oyunla belə deyim. Və hamı deyirdi ki, bu oyun yenə də elə bir oyunun təkrarı olacaq. Amma belə olmadı. Bəli, maraqlı oyun oldu. Yəni heç də birinci oyundan geri qalmırdı maraq cəhətdən, amma yəni hesab cəhətdən heç də özünü doğrultmadı. Amma mən təxminlərim var idi. Mən özüm də təxmin bildirmişdim ki, 0-3 və yaxud 0-3-1 hesablı Barsanın qələbəsini mən düşünürdüm. Amma sağ olsun Kubarsi birinci hissənin ortalarında bizə dedi ki, yox, sənin təxminin gəlməyəcək bu oyunda. Bəlkə gələn oyunu bəlkə düz tapa bilərsən. Kubarsi burada az da olsa öz təcrübəsizliyini bizə göstərdi. Nə qədər də tərifləsək də, Kubarsi az da olsa bəlkə təcrübəsizliyi var və ona görə qınamıram. Kubarsi elə bir oyunçudur ki, yəni onu qınaya bilmərəm mən. Yəni bir oyuna görə qınaya bilmərəm, bir hərəkətinə görə qınamaq düzgün deyil. Kubarsi möhtəşəm işlər görüb son 2 ildə Barsa üçün. Və oyun başlayanda artıq Benfica hücuma atlandı və dedi ki, mən təslim olan deyiləm. Birinci Kərəmin epizodu oldu, Şesni möhtəşəm seyv elədi və bunun ardından dərhal Barcelona cavab verdi. Dərhal Barsa öz gücünü göstərdi, dişlərini göstərdi ki, yəni Benfica, mən buradayam. Olimonun zərbəsi oldu. Yəni demək olar 100%-də da deməyək, yəni belə 80%-li gol epizodu idi. Sonra Lewandowski'nin Yamal'la qapının ağzında o Turbindi, adı da yadımdan çıxdı qapıçının, qəribə adı vardı, Ukraynalı qapıçıdır. Onu orada topla döydülər, amma necəsə möcüzəvi bir şəkildə top qapıya daxil olmadı. Kubarsi qırmızı vərəq alandan sonra oyun artıq dəyişdi və biz artıq başladıq stres yaşamağa. Və oyuna doğrudan da yəni Flick sehirli əvəz etmələri ilə imza çəkdi və məntiqlə yəni idi ki, Olmo çıxmalıdır, yerinə Araujo girməlidir. Və Araujo möhtəşəm oyun keçirdi. Ümumiyyətlə bu oyunda komanda sadəcə olaraq möhtəşəm oynadı. Bütün komanda, hər bir oyunçu, hətta Gerard Martin belə super oynadı oyuna daxil olandan sonra. Hamı möhtəşəm idi. Söz yox heç bir oyunçuya. Şesni haqqında ayrıca danışacağam və Şesni haqqında mənim çox gözəl bir sözlərim olacaq. Buradan bəzi izləyicilərimizə, yəni mənə Şesniyə görə az qala öldürürdülər ki, sən necə Penyanı pisləyirsən, amma Şesnini tərifləyirsən. Nəysə, o haqda danışarıq sonra. Belə Olmo çıxandan sonra, Araujo oyuna girəndən sonra Barsanın bir variantı vardı. Barsa avtomatik olaraq öz oyun strukturunu dəyişdi. 4-4-1 taktikasına keçdi. Bu qədər sadə. 4-4-1 taktikası. Maksimal dərəcədə kompakt və maksimal dərəcədə sıx oynamalıdır komanda və artıq offside taktikasından avtobus taktikasına keçdi elədi Barsa. Və burada belə bir gözəl bir sual verə bilərsiniz ki, sən həmişə Araujonu pisləyirsən. Amma bu oyun Araujo möhtəşəm oynadı. Bəli dostlar, Araujo möhtəşəm yox, super oynadı. Müdafiədə demək olar səhvsiz oynadı. Bəs nəyə görə səhvsiz oynadı? Kim bilir cavabın? Yenə də şərhlərdə öz fikrinizi bildirə bilərsiniz. Amma mən öz fikrimi deyəcəm nəyə görə Araujo gözəl oynadı. Çünki Araujo Barcelona'nın bu taktikasına uyğundur. Avtobus taktikasına uyğundur. Hündür müdafiə xəttinə uyğun deyil. Amma avtobus oynayanda, komanda daha geridən müdafiə olunanda Araujo bu sistemə 10-10-luq şəkildə oturur. 4-4-lük kimi oturur. Amma komanda tam olaraq heyəti yerindədirsə, heç bir oyuncu qırmızı vərəqə almayıbsa və komanda öz ənənəvi stilində futbol oynayırsa, Flick'in taktikası ilə, offside taktikası ilə futbol oynayırsa, Araujo'nun oyuna alınmır. Bilirsiniz nəyə görə? Çünki bu adam o sistem üçün uyğun deyil. Bu başqa bir sistemin oyunçusudur. Bu sistemin oyunçusudur. Komanda toplu şəkildə arxada müdafiə olunanda bəli, bu idealdır. Mübarizələrə girsin, topu uzaqlaşdırsın, nə bilim sürüşmə fənd eləsin. Bu ilə, yəni bu cəhətdən Araujo ilə başa-baş mübarizə apara bilən tək-tük müdafiəçilər var Avropada. Amma offside taktikası üzrə, necə deyim, biraz ağıllı iş görmək üzrə, ayaqla yaxşı oynamaq üzrə, topu müdafiədən hücuma çıxarmaq üzrə Araujo bir o qədər də professional deyil. Və bu cəhətdən Inigo Martinez'i uduzur. Bax, budur sir. Buna görə Araujo möhtəşəm oynadı dostlar. Belə, Şesni
Şesni haqqında danışaq dostlar. İndi hər halda bəlkə mənlə razılaşarsınız ki, Şesni Barsada əsas heyət qapıçısı olmağa layiqdir. Məncə artıq Penyanın tərəfini tutanlar olmayacaq. Mən Penyanı pisləmək istəmirəm. Penya möhtəşəm qapıçıdır və çox böyük perspektiv göstərir o qapıçı. Amma ki, hal-hazırda Şesni ilə Penyanın müqayisəsi yersizdir. Mən canlı yayımlarda da demişdim. Demişdim ki, gün gələcək, Şesni öz təcrübəsi sayəsində Barselonanı Çempionlar Liqasının play-offunda xilas edəcək. Kömək eləyəcək Barselonaya. Və belə də oldu. Belə də oldu. Şesni sadəcə olaraq möhtəşəm idi. Mən bilmirəm nə deyim. Bəlkə də həmin yerdə Ter Stegen olsaydı Şesninin yerinə bəlkə o bu seyvləri eləyə bilməzdi. Bilmirəm nə. İndi demirəm, yəni Ter Stegen Şesnidən üstündür. Yox, mənə belə səhv anlamayın. Amma sadəcə olaraq Şesni möhtəşəm idi və Şesni də bilirsiniz nə mənim xoşuma gəldi. Şesni çox soyuqqanlı şəkildə futbol oynadı dünən. Adam elə bil ki, Çempionlar Liqasının 8də 1 mərhələsində çətin Lisabon səfərində futbol oynamır. Elə bil ki, sadəcə olaraq məhəllədə 5-5-ə yığışıb öz dostları ilə futbol oynayır. O dərəcədə rahat idi adam. Adamın qapısına 2 metrdən zərbə endirirlər. Adam durur ayağa gülür, oyunçularla belə zarafat eləyir, oyunçuları həvəsləndirir. Yəni məni təəccübləndirən bu oldu. Yaxşı mənada təəccübləndirən bu oldu ki, bu adam vezinə deyil. Yəni yaxşı mənada vezinə deyil heç nə. Yəni qorxmur heç nədən. Yəni çəkinmir, yəni stressdə deyil. Bax Ter Stegenin ən zəif cəhətlərindən biri də budur. Mən onu əlavə eləyim bura. Ter Stegen biraz necə deyim, elə epizodlarda biraz daha aqressiv olur. Komanda oyunçuların üstünə qışqırır, nə edir belə biraz komandanı elə bir ruhdan öldürür. Amma dünən Şesnində siz nə gördüm mən? Belə hər epizoddan sonra hər şey normaldır, okeydir, narahat olmayın. Mənli idi. Rahat oynayırsınız, öz futbolunuzu oynayın, mən burdayam. Yəni elə bir ki, müdafiəçilərə arxayınçılıq verirdi ki, mən burdayam dostlar, qorxmayın. Siz öz işinizi görün, mənim öhdəliyimə düşən işi mən özüm görəcəm. Və bunu da gördü. Şesniyə təşəkkür edirik. Doğrudan da Barsanın xilaskarı oldu dünən. Yəni Barsa 10 nəfərlə oynadı və demək olar komandanın qalibiyyətin 50% payı Ter Stegenə düşür. 25% payı necə deyim, Rafinha'ya düşür. 25% payı da yəni o biri oyunçulara paylaya bilərik belə. Rafinha haqqında danışım. Rafinha sadəcə olaraq Benfica'nın bu ilki qənimidir. Bu il Benfica'nın necə deyim, ikinci dəfə də artıq öz meydanlarında bastırır, susturur stadionu. Doğrudan da möhtəşəm bir iş gördü və burada yenə də Benfica'nın oyunçunun köməyi oldu bizə, çox sağ olsun. Möhtəşəm assist elədi Rafinha'ya və Rafinha'nın həmin yerdən zərbə endirən an mən ürəyim bir anlıq tutuldu ki, neynir bu adam? Yəni risk elədi adam. Risk elədi ki, tutmaz. Yəni çünki artıq Barselona qırmızı vərəq alandan sonra qarşısına bir məqsəd qoydu ki, bu oyunu ən yaxşı hesab bizim üçün heç-heçədir, bərabərlik. Biz məsələni Manjurikdə həll eləyəcəyik. Burada ən azı heç-heçə eləməliyik, məğlub olmamalıyıq. Və Barsa nəinki məğlub olmadı, Barsa qələbə qazandı, əzmli qələbə qazandı. Yəni öz gücün göstərdi. Necə ki, şərhçi dedi orada, baxmayaraq ki, Barsa 10 nəfərləndir, amma bu Barselonadır. Bu Barselonadır, Barselona hər şeyə qadirdir. Yəni Flick'in aurası doğrudan da özünü göstərdi. Və Rafinha sadəcə olaraq möhtəşəm bir epizod düşdü ayağına, onu möhtəşəm şəkildə reallaşdırdı və komandanı demək olar xilas elədi. Və komanda demək olar ki, Çempionlar Liqasının növbəti oyununda, Benfica qarşı növbəti oyunda daha arxayın çıxacaq. Və burada Benfica'nın işi bir o qədər də asan olmayacaq. Benfica, yəni baş məşqçisi, Benfica'nın oyunçuları özü də çox gözəl bilirdilər ki, Benfica'nın bir şansı var Barselonaya qarşı nəsə eləməyə bir şansı var. O da ki, Estadio Daluşdaydı. Yəni burada elədilər, eləmədilər, orada şans yoxdur. Və mən yenə də təkrar edirəm, Barselonaya bəzən rəqib lazım deyil dostlar. Bəzən Barselona ilə öz-özünə rəqib olur. Yenə də biz bunun sübutunu gördük. Yenə də biz bunu gördük ki, öz-özümüzün ayağının altını qazmağa biz çox yaxşıyıq. Yəni ikinci belə bir komanda görmürəm ki, sadə epizodlarda belə özünə problem yaşatsın. İndi mən Kubarsini qınamayacağam, yəni olur. Amma doğrudan da bizim başımıza həmişə gəlir də bu il. Bilmirəm bu nə belə qanundur belə, bu nə belə karmadır. Bizim həmişə başımıza bu işlər gəlməlidir. Başa düşə bilmirəm. Amma möhtəşəm nəticə ilə qayıtdıq. Doğrudan da komandaya təşəkkür edirəm. Yəni doğrudan da Flick'ə təşəkkür edirəm. Möhtəşəm işlər görür komandada. Və mən bir şey əlavə eləmək istəyirəm. Bir əlavəm var. Mənə bu Barselona
Bilirsiniz hansı komandanı xatırladır? İndi bəzi Barselonalı azarkeşlər məndən inciyə bilər, deyə bilər sən nə danışırsan, başa düşmədim. Mənə bu Barselona son illərin Real Madridini xatırladır. Bilmirəm, razı olarsınız mənlə yoxsa yox. Yenə də şərhlərdə öz fikirlərinizi bildirin. Deyəcəksən necə yəni bizə Barsa Real Madridi xatırladır? Bilirsiniz nəyə görə? Son illərdə fikir versəz Real Madrid böyük klublara qarşı çətin oyunlarda bir o qədər də yaxşı futbol oynamır, amma nəticəni əldə eləyir. Mourinho'nun yenə də sözü yada düşür. Yəni deyir, oyun yaddan çıxır, amma nəticə yadda qalır, nəticə qalır bizə. Və Barselona artıq bu tipdə də futbol oynayır və Real Madrid də neçə illərdir ki, bu tipdə futbol oynayır və möhtəşəm də bacarır. Real Madrid xaotik zamanlarda, xaotik problemlərdən çıxmağı bacaran komanda idi. Və Barsanın da çatışmamazlığı bu idi. Barsa belə şeyləri bacarmırdı, amma indi bacarır. Və ona görə mənə hal-hazırki Barselona 2-3 il əvvəlki, yəni hal-hazırki Real Madridi xatırladır. Son illərin Real Madridini xatırladır. Yaxşı mənada. Artıq komanda belə həyəcanlanmır. Artıq komanda sübut edir ki, yəni biz 10 nəfərlə də oynaya bilərik. Bəli, bir dənə bizim məğlubiyyətimiz oldu. Monacoya qarşı 10 nəfərlə oynadıq. Biz məğlub olduq və məncə o Monaco ilə oyun bizə xeyri oldu, nəinki ziyanı. Çünki həmin oyundan sonra komanda öyrəndi 10 nəfərlə oynamağı. Barselona Superkubokun finalında Real Madridə qarşı demək olar 30 dəqiqə 10 nəfərlə oynadı. Sevillaya qarşı demək olar 30 dəqiqə 10 nəfərlə oynadı. Benfica'nın özünə qarşı 10 nəfərlə oynadı. Hansısa digər bir oyunda da Barsa 10 nəfərlə oynamışdı. Yadımdan çıxıb, yəni bilirsinizsə yaza bilərsiniz onu da kommentdə. Belə, yəni komanda artıq göstərir ki, yəni hər bir problemdən çıxış yolunu tapa bilərik biz və tapacağıq da. Mən açıq deyirəm sizə, inciməyin məndən. Yəni mən burada Xavinin işini aşağılamaq istəmirəm, amma dünənki oyun, dünənki heyət və Flikin yerinə Xavi olsaydı, məncə komanda ən azı 3 top fərqi ilə məğlub olacaqdı. Mən bunu deyə bilərəm. Çünki Xavidə o əzm yox idi. Xavidə o bacarıq yox idi ki, hansı ki bu Flikdə, hansı Flikdə var. Başa düşdünüz nə demək istəyirəm? Yəni Xavi möhtəşəm məşqçi idi, möhtəşəm insan idi, super idi. Yəni bizim bu indiki gənc oyunçularımızı parıldadıb, onları dünyaya tanıdıb. Okay, çox sağ olsun. Okay, təşəkkürlər. Amma Flik bunlardan necə istifadə eləmək olduğunu göstərdi. Mən xarici saytların birində görmüşdüm. Bir nəfər paylaşmışdı ki, deyir Xavi Barselonanın heyətindən, yəni Barsanın La Masia uşaqlarından bir ailə qurdu. Amma Flik gəldi, bunlardan bir ordu qurdu. Çox möhtəşəm bir ordu qurdu. Başqa bir səviyyəyə çatdırdı bu oyunçuları. Və məncə dostlar, hər şey haqqında danışdıq. Bir də bir şey haqqında danışmaq istəyirəm, yadımdan çıxmışdı. Barcelona Real Sociedad oyunu haqqında. İndi yadıma düşdü. Bizim Barcelona azarkeş vardı, xanım Sofia. Ən azından yəni onun doğrudan da intiqamı alındı, revanşı alındı. Yadınızdadırsa La Liqanın birinci dövrəsində Real Sociedada qarşı səfər oyununda Real Sociedad hesabı açanda Real Sociedadın azarkeşləri bizim xanım azarkeşi arasında, onların arasındaydı və onun qarşısında oynayırdılar, belə sevinirdilər qolaq. O yazıq qız da tək qalmışdı orada, pis olmuşdu. Komanda onun intiqamını aldı, özü də möhtəşəm şəkildə aldı. Mən əslində gözləyirdim ki, komanda o elə qalibiyyətdən sonra, yəni o azarkeşlər də orada həmin formada qol sevinci yaşayarlar, amma nəsə görmədim elə bir şey. Ümumiyyətlə hal-hazırda Barsanın ev oyunlarına baxanlar bilərlər ki, çox maraqsız bir aura da keçir oyunlar. Çünki yəni hal-hazırda stadionun demək olar 60-70% turistlərdən ibarətdir. Heç futboldan anlayışı olmayan insanlardır. Sadəcə olaraq bilet alıb, yəni Barselonada gəlib Barselonadakı oyunu görmək üçün gələnlərdir. Demək olar orada Barsanın fan sektoru, yəni bildiyimiz belə ürəyi döyünən azarkeşləri çox az bir faiz təşkil edir. Yəni 30-40% təşkil edir. Yəni qalan orada olan azarkeşlərin çoxusu yəni turistlərdir. Yəni futboldan anlayışı olmayan insanlardır. Ümumiyyətlə onlar elə bir teatra gəlib baxırlar və Barsanın biraz necə deyim, ev oyunları çox sakit keçir. Bu da komandaya çox pis təsir eləyir. Yəni bircə Camp Nou-ya qayıtsaydıq, Camp Nou-da məncə komanda daha yaxşı oynayar. Yəni Camp Nou-da biz bundan daha yaxşı oynayarıq 100%. Belə dostlar, Çempionlar Liqasının İnşallah növbəti oyunları, yəni cavab oyunları gələn həftə olacaq və o oyunlar haqqında da danışacağıq. Mən indi o haqqda preview çəkəcəm. Onu da YouTube-a yerləşdirəcəm. Oyuna 2 gün qalmış. Ona da baxa bilərsiniz. Kanala abunə olmağı unutmayın. Bildirişləri açıq qoymağı unutmayın ki, yeni videolar çıxanda qarşınıza çıxsın. Yəni sizin də xəbərdar olasınız. Bizi Instagramdan, TikTokdan və yaxud digər sosial şəbəkələrdən də izləyə bilərsiniz. Suallarınızı verə bilərsiniz. Yəni bizim üçün də xoşdur.
Belə dostlar, hamınıza təşəkkür edirəm. Var olun. Növbəti görüşlərədək. Adios.